biz qəflətə düşən varlığıq. Çox vaxtı biz vahiməli suallardan qəflət etdiyimiz üçün, qafil olduğumuz üçün, ona görə o suallar bizi öldürmür. O suallar haqqında düşünmək. Elə məsələ də buradadır ki, bizlər əgər Allahı şəxsi tanımaq istəsək, niyə şəxsi onu hiss etmirik öz huzurumuzda? Səbəb budur. Ya biz ondan qəflətdəyik, ya da yarı qəflətdəyik. Bu iki dənə sözü yadda saxlayın inşallah. Allah sizdən də razı olsun. Biz varlığı öz huzurumuzda görə bilmirik. Çünki biz ondan qəflətdəyik tamamilə, ya da yarı qəflətdəyik. Yarı qəflətdə olanlar, yəni nə mənada? Yəni bəzi vaxtı ona diqqətimiz var. O huzuru dərk edirik özümüzdə, o varlığı. Bəzi vaxtı da yox. Amma tam ya da ki tamamilə o həqiqətdən qafilik ki, onun da öz izahı var. Sual buydu, həmin vahiməli sual buydu. Mən yəni and içməyə hazıram. İnsan əgər bu sualın özün dərk eləsə nə sualdır, hələ cavabın yox. Yəni əqidəm budur. Əgər bu sualın özün dərk eləsə bu sual nədir? Əlbəttə demək ya, mən özüm mərifət əhliyəm. Yox, indi biz bəhs edirik, elmi bəhs edirik. Elmi bəhsə heç vaxt müəllimə necə deyirlər, demək ki, sən onda məqam sahibi. Yox, elmi bəhsə bunlar hamısı sübuta yetən məsələlərdir ona görə. Təbii ki, mən özüm də qəflət əhliyəm. Amma yəqinim var. Bir insan bu sualı hətta başa düşər. Hələ cavab yox. Cavab ki, insanı məhv edir. İnsan daha fani olur. Sualın özün başa düşsək, bugündən artıq bizim oruç tutmağımız fərqlənəcək. Bu sual nə sualdır? Bu hansı həqiqətdən sualdır? İnsan bütün varlığına diqqəti yönəlir. Bütün daxilinə diqqəti yönəlir. Çox təşəkkür edirəm. Öz daxilinə diqqəti yönəlir və dərinlikləri başlayır görməyə. Aydındır. Odur ki, biz Allahı acdıq təkin, özüm təkin ki, özümü necə dərk edirəm, Allahı o cür dərk edə bilərəm ya yox. Çox vahiməli bir sualdır. Əgər biz desək bəli, onda bu bizim həyatımız tamamilə başqa bir məsələyə çevriləcək. Məsələn, biz bu deyilik ki, indi bu dəqiqəyi ucuruyuk. Bu deyilik onda. Əgər cavabı müsbət olsun. Allah'ın ünvanlar, anlamlar vasitəsilə zihnimizi ancaq təsəvvür etsək, amma Allah'ı təsəvvür etmək olar. Yəni Allah'ı ikinci dərəcəli fəlsəfi anlamlarla təsəvvür etmək olar. O mütləq varlıqdır, o əzəlidir, o əbədidir, o mütləq alimdir, o mütləq qüdrətdir. Hamısı bunlar təsəvvürlərdir. Aydındır ki, ilah maşallah gedirsən yuxarı. Əgər bu həddə biz Allah tanımağa kifayətlənsək, biz Allah elə bil acımışıq, amma yeməyə çatmamışıq. Əgər huzuru dərkin satması. Amma bir dənə sual verim. Neçə nəfərimiz bundan qabaq, əsən indi bu dəqiqə həddə kifayətlənmişik Allah tanımaqda? Demişik, bəlidir, Allah bizi yaradı, o var. Hər uzaq başı insaflı qayıdıb dedi ki, Allah hər yerdə var. Hələ bu da ki, Allah hər yerdə var. Hələ bunu anlam, ünvan vasitəsilə də başa düşməmişik. Hələ bunların izahları var. Ümumi təsəvvürlər anlam vasitəsində hələ izahları da var. Biz anlam vasitəsilə Allahı təsəvvür etmişik.